Salam dəyərli həmkarlar, dəyərli izləyicilər. Bugün mən sizə təlim bacarıqlarının tətbiqindən danışacağım və təlimdə öyrənilən nəzəri biliklərin tətbiq ilə bir vərdişə və bir yüksək səviyyəli bacarığa çevrilməsi vacibliyindən danışacağım. Bu yaxında bir peşəkar təlimçi təlimi apardım və iştirakçılardan biri yaşıl nəsil nümayəndələrindən idi və bu təlimdə bir xeyli, özünün də rəyinə görə bir xeyli bacarıqlar əldə etdi və təqdimatlarında da mən bunu hiss etdim ki, xeyli dəyişiklik var və bir müddətdən sonra bu təlimçi bacarıqları ilə bağlı ona sual verdim ki, siz bu təlimləri tətbiq edirsiniz, təlimlərdə bu bacarıqları ya yox və mənə bildirdi ki, bu mənim üçün çox çətin olur, bəzi məqamları mən tətbiq edə bilmirəm, ona görə də klassik, bildirdi ki, klassik yanaşmasını hələ də tətbiq edir. Mən bir daha onunla söhbət apardım və ona bildirdim ki, bizim dəyərlərimiz var. Bir təlimçi dəyərlərində qoru, qurtul, qazan arqumentləri var. Qoru, bu bizim təlim müddətində peşəkarlıq səviyyəmizi göstərən məqamlardır. Yəni, bunları qorumaq, saxlamaq lazımdır. Növbəti təlimlərdə də bunu tətbiq etmək lazımdır. Qurtulmalı olduğumuz məqamlar bizim səhvlərimiz, özümüzün dərk etdiyimiz zəif tərəflər və s. Bunları mükəmməlləşdirmə yollarından tapıb, bunlardan qurtulmaq olduğumuz məqamlardır. Digər əsas məqam isə qazanacağımız məqamlardır. Bu qazanacağımız məqamlar təlim boyu yeni aldığımız bilik və bacarıqları növbəti təlimlərdə peşəkarcasına tətbiqindən irəli gəlir. Yəni, bu üç dəyər, hər üç dəyər çox vacibdir. Hər bir təlimdə insanlar nəsə öyrənir, yəni nəsə qazanır, hər hansı bir bacarıq qazanır. Hər bir təlimdə hər hansı bir zəif tərəfini inkişaf etdirir, yəni ondan qurtulur. Eyni zamanda da güclü tərəflərini görür və bunu qorumalı olduğunu dərk edir. Və mən bu söhbəti həmin həmkarımla apardıqdan sonra o artıq öz tətbiqini edəcəyinə əminlik yarandı və mən düşünürəm ki, doğrudan da biz təlimlərdə aldığımız nəzəri bilikləri sadəcə bir nəzəri bilik kimi bir kənara qoymaq yox, onların hər növbəti təlimdə tətbiqini həyata keçirmək vacibdir. Və bu zaman siz peşəkar təlimçi bacarıqlarını özünüzdə inkişaf etdirmiş olarsınız. Sonda mən demək istəyərəm ki, fikrimi bununla tamamlamaq istəyərəm ki, təlimlər sadəcə nəzəri bilik almaq üçün deyil, onlar bunu tətbiq edib və inkişaf etdirmək üçün var. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.